Salam dostlar, bugün birlikte mükafatlandırmaya hazırlaşıb sizdən məndən hazırlaşırsınız. Deməli, saçım belə düz şəkildə olacaq. Videoya başlamadan əvvəl düzləşdirdim. Normal saçım düzdür, sadəcə biraz şiş olduğu üçün binamcı kömək aldım. Könüllü yarışmasında mən birinci yerə layiq görüldüm. Və bugün onun mükafatlandırılmasıdır. Gənclər və İdman Nazirliyində geyinim gəlim. Deməli, geyiməm bu cür oldum. Aksesuarlar taxmaq istəyirəm. Belə bir dənə saat taxacam qoluma. Belə bir şey. Gördünüz. Bir də bunu taxacam. Bu sadəcə biraz çətin taxıldığı üçün bunu videodan əvvəl taxmışam. Sonra bir dənə belə qalbağım var, onu taxmaq istəyirəm. Bunun qızılısı da var məndə. Sadəcə indi kombin gümüş olduğuna görə. Başqa sırğa tapa bilmədim deyə belə bir şey taxdım. Dedim ki, ən tünd versiya budur. Mən aksesuar qabımda. Sırğalarım da bu cür oldu. Görürsünüz. Öncə qəşəng oldu. Sep olaraq da belə bir dənə sepim var. Bəs istəyirəm ki, belə uyğun olsun. Bir istəyirəm bunu taxım, bir də istəyirəm ki, üstünə bir dənə də taxım. Mənim düymə sepim var. Bu tək belə qalır. Bu tək belə qalır. Ən sonuncu yerə bağladım. Bu arada mükafatlandırmada hədiyyə də verəcəkdir, amma hədiyyə ilə bağlı bir fikrim yoxdur. Verməyə də bilərlər, amma bizə demişlər ki, hədiyyə də olacaq. Belə bir şey oldu. Sizcə hansı qəşəngdir? İkili yoxsa tək? İkili yoxsa tək qəşəngdir? Hansı qəşəngdir? Yorumlarda bildirərsiniz bunu uşaqlar. Gidib mamamla da soruşacağım, görüm hansı daha qəşəngdir. Bu qədərdir uşaqlar. İnşallah paylaşacağım mükafatlama mərasimimi. Sağ olun. Gələn vlogda görüşərik. Sizi sevirəm. Bay bay.